İkinci Qarabağ müharibəsinin 12-ci günündə döyüş meydanlarında gərginliyi azalmadı. Lakin əsas qarşıdurmalar səhər saatlarında ağır şəkildə davam etmədi. Kiçik döyüşlər müddəti ilə önə çıxdı, tərəflər mövqe döyüşlərinə fokuslandı. Azərbaycan Müdafiə Nazirliyi bəyan etdi ki, erməni qüvvələri Hadrut istiqamətində geri qaytarılaraq hücum cəhdi uğursuz olub. Bu müddətdə Ağdam, Goranboy və Tərtər bölgələri Ermənistan tərəfindən atəşə tutuldu. Qarşı tərəf top atəşləri ilə təzyiqə keçdi. Azərbaycan tərəfi isə bəzi kəndlərdə əməliyyat üstünlüyü əldə olunduğunu, düşmənin xeyli texnika və canlı qüvvəsinin itirildiyini bildirdi. 12-ci günün diplomatik aspektlərində isə atəşkəs bəyanatlarının təsiri azalaraq qarşı tərəf bir-birini atəşkəsi pozmaqla suçladı. Mətbuat və beynəlxalq təşkilatlar sülh çağırışlarını yenidən gündəmə gətirdi. Bugün müharibənin hərbi və diplomatik qarşılıqlı mübarizələrini göstərən bir gün olaraq tarixə düşdü. Videomuzu bəyənin və kanalımıza abunə olmağı unutmayın.